Salam. Bu videoda sizə Progress IMS Claims Manager sisteminin qəza komissarı modulunun mobil tətbiq versiyasını təqdim edirik. Mobil tətbiqə daxil olaraq istifadəçi məlumatlarını qeyd edib ana səhifəyə keçid edirik. Burada hər bir hadisə kartı üzərində avtomobil nömrəsi, tarix və status kimi qısa məlumatlar siyahı şəklində göstərilir. Bu hadisələr çağrı mərkəzi tərəfindən ötürülmüş və hər qəza komissarının özünə məxsus olan işlərdir. Hadisə kartlarından birinə toxunaraq detallı məlumat səhifəsinə keçid alaq. Əgər hər hansı səbəbdən təyinat dəyişikliyi tələb olunarsa, təyinatı dəyiş düyməsini sıxırıq. Açılan pəncərədən yeni qəza komissarını seçib səbəb qeyd edərək əməliyyatı tamamlaya bilərsiniz. Hər hansısa dəyişikliyə ehtiyac yoxdursa, işi qəbul et düyməsini sıxaraq işə başladırıq. Əgər hadisə yerinə fiziki çıxış tələb olunursa, müvafiq bənd seçilir və hadisə məlumatları doldurularaq yadda saxlanılır. Bəzi hallarda tələbdən imtina etmək lazım gələ bilər. Bu zaman tələbdən imtina düyməsini sıxmaqla açılan pəncərədə səbəb seçilir və hadisə yerində iş yekunlaşdırılır. Hadisə yerinə çıxış zəruri olduqda isə prosesin gedişatına uyğun olaraq vaxt düymələri seçilir və hadisəyə aid əsas məlumatlar toplandıqdan sonra uyğun xanalara doldurulur. Yadda saxla düyməsini sıxdıqdan sonra növbəti bölməyə keçid edilir. İştirakçılar bölməsində iştirakçıların məlumatları tam doldurulmalıdır. Bunun üçün kartın üzərinə toxunaraq lazımi məlumatlar əlavə olunur və saxlanılır. Əgər qəza komissarı hadisədə əlavə iştirakçı olduğunu müəyyən edərsə, yeni iştirakçı düyməsini sıxaraq açılan pəncərədə qeydiyyata ala bilər. Yeni iştirakçı qeyd edilərkən 3 zərər növü seçimi açıqdır: nəqliyyat vasitəsi, bədən xəsarəti və əmlak. Avtomobil nömrəsi yazılıb axtarış edildikdə, sistemdə sığorta şəhadətnaməsi tapılarsa məlumatlar avtomatik doldurulur. Əks halda iştirakçı üçüncü şəxs kimi qeyd olunur. Qarşı tərəfin avtomobili başqa sığorta şirkətində qeydli olduqda isə məlumatlar əl ilə daxil edilir. Yaradılan iştirakçıları silmə imkanı da mövcuddur. Silmək istədiyiniz iştirakçı kartını sola sürüşdürərək silə bilərsiniz. Raport hissəsində avtomobilin bütün zədələnmiş hissələri vizual interfeysdə qeyd edilir və yadda saxlanılır. Tətbiqin ən vacib xüsusiyyətlərindən biri də şəkil və video yükləmənin rahat olmasıdır. Faylları kamera və ya qaleriyadan yükləyə bilərik. Şəbəkə problemləri zamanı tətbiq faylları yadda saxlayır və əlaqə bərpa olunduqda avtomatik yükləyir. Uzun müddətli şəbəkə problemi davam edərsə, yeniləmə düyməsini sıxmaqla sinxronizasiyanı yenidən başlada bilərsiniz. Eyni zamanda şəkilləri silmə funksionallığı da mövcuddur. İşi yekunlaşdırmaq üçün məlumat bölməsinə qayıdaraq təsdiqə göndər düyməsini sıxırıq. Bu zaman bütün məlumatlar qəza komissarlarının rəhbərinə təsdiq üçün göndərilir. Rəhbər yoxlamadan sonra hadisəni təsdiq edir və ya geri qaytarır. Bütün hadisələri axtarış səhifəsində izləmək mümkündür. Burada avtomobil nömrəsi və ya iştirakçı məlumatları əsasında axtarış edilə bilər. Siyahıda qısa məlumatlar göstərilir, istənilən hadisəyə toxunaraq isə tam təfərrüatlarına baxmaq olar. Beləliklə, sistemin mobil interfeysi və avtomatlaşdırılmış prosesləri ilə işləri daha sürətli və rahat idarə etməyə imkan yaradır. Diqqətinizə görə təşəkkür edirik.